Ukrayna ordusu Rusiyanın bu ərazilərindən geri çəkilir. Şiddətli döyüşlər gedir. Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətindəki Sudzha rayon mərkəzini tərk edərək Rusiya-Ukrayna sərhəddinə yaxınlaşıb. Report Ukrayna kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının bugün dərc elədiyi Kursk istiqamətindəki xəritəyə əsasən məlum olub. Sudzha rayonunda Ukrayna bölmələrinin nəzarətində sərhəddən təxminən 5-6 kilometr məsafədə yerləşən Oleşnya və Qoqolyevka yaşayış məntəqələri qalır. Son sutka ərzində Kursk istiqamətində 20 toqquşma baş verib, düşmən 19 aviasiya zərbəsi endirib, 28 idarə olunan bomba atıb, 232 artilleriya atəşi açıb deyə baş qərargahın məlumatında bildirilib.